bugünün mərasimi, o sözlərin, necə deyərlər, möhürüdür. Və bilirəm, sizdə də, bizdə də, bütün Azərbaycan xalqında heç vaxt şübhə olmayıb ki, biz öz torpaqlarımıza qayıdacağıq. Amma çox möhtəşəm qayıtdıq. 44 gün ərzində düşməni böyür üstə qoyduq. Ondan sonra da 23 saat ərzində, bəlkə də daha da tez, tamamilə separatçıların kökünü kəsdiler. Siz, yəni yaşlı nəslin nümayəndələri Sovet dövrünü xatırlayırsınız. O vaxt, bax, sizin yanınızda yaşayan, bizim torpaqlarımıza Çar Rusiyası tərəfindən köçürülən ermənilər hələ o vaxt bizə, xalqımıza, xüsusilə o vaxtki Dağlı Qarabağ Muxtar vilayətində yaşamış Azərbaycanlılara mənfi münasibət göstərirlər. Həm Xocalı, həm Şuşa. Onlar mənəvi əzab çəkirdi. Bugün isə Azərbaycan vətəndaşı hər bir qarış torpağın sahibidir. Hər yerdə yaşayır, yaşayacaq və sürətlə bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaq.